Çox təşəkkür edirəm, əziz xanım Cavanşir. Ə, Sizə və bütün qonaqlara salam arz edirəm. Təşəkkür edirəm məni bura çağırdığınız üçün. Ə, ə, Bu kitaba raci danışmaq istərdim. Ə, Azərbaycan Demokrat Firqəsi düzələndə 1324-də Hizb-i Tuhri İranın varlığından 4 il keçirdi. Elə o birinci gündən, firqə düzələn birinci gündən İran Tuda Partiyası, Hizb-i Tuhri İran başladı firqə ilə müxalifətə və elə o birinci gündən başladılar Moskva namə yazmağa ki, bu hizbi siz yersiz himayət edirsiniz. Bu hizb heç, yəni Azərbaycan Demokrat Firqəsi heç lazım deyil. Biz varıq, yəni Hizb-i Tuhri İran, biz elə İranın hər yerinə bir vahid hizbik və yeni bir hizb Azərbaycanda yaratmaq olmaq lazım deyil. Sizdən istəyirik ki, bu Azərbaycan Demokrat Firqəsindən himayət eləməyəsiniz. Bu naməni rəsmi şəkildə verdilər hizbin rəhbərlərinin birinə, İrəc İskəndəriyə ki, aparsın Moskova və versin Şurəvinin rəhbərlərinə. O da apardı və məktubu, naməni onlara verdi. Buna baxmayaraq, başqa tərəfdən Artaşes Avanesyan, hizbin rəhbərlərindən biri, öz rabitəsi var idi. Şurəvilərlə həm Şurəvinin konsulxanası ilə Tehranda və həm Moskvada olan Kominternin rəhbərliyi ilə mürəttəb heç olmasa gündə bir namə yazdı bunlara ki, Azərbaycan Demokrat Firqəsi çox xətərnak adamlardan düzəlir. Onun rəhbərləri xətərnak adamlardılar. Heç yaxşı adamlar deyirlər. O hizbi siz ki, Azərbaycanda qüvvələriniz var, qoymamalısınız, himayət eləməyəcəksiniz, eləməyin və hamısı ondan ibarət idi. Həm Avanesyanın namələri və həm Hizb-i Tuhri İranın çalışmaları ki, qoymasınlar Azərbaycan Demokrat Firqəsi Təbrizdə düzəlsin. Xoşbəxtانه bu müxalifətlər bir yerə çatmadı. Firqə bildiyiniz kimi öz fəaliyyətini başladı və milli hökumət yarandı. Şuravi konsulxanasının adamları Hizb-i Tuhri İranın rəhbərlərini çağırdılar konsulxanaya və onları razı saldılar ki, firqədən himayət eləsin. Həm yazılarında, mətbuatında və həm əməldə. O oldu ki, hizbin üzvü olan əfsərlər ki, Xorasanda nəhsət yaratmışdılar və şikəst yemişdilər. Habelə hizbin üzvü olan əfsərlərdən Kirmanda zindana düşmüşdülər, Tehranda zindana düşmüşdülər. Hizb bunları kömək üçün Azərbaycana köçürtdü. Cəmdə 70
bir nəfər əfsər Hizb-i Tühriyə İran üzvlərindən köçürdülər Azərbaycana, e, Azərbaycan Milli Hökumətinin ərtişinə kömək etmək üçün. Və doğrusu odur ki, bu əfsərlər heç türkçə bilmədiklərinə baxmayaraq başladılar fədai ərtişinə, Qızılbaş ərtişinə, firqənin müsəlləh qüvvələrinə kömək eləməyə və özlərinin bəzi təxəssüsləri var idi. Bəziləri təyyarə xələbanı idilər, bəziləri topxana əfsəri idilər. Bunlar çox böyük köməklər elədilər və axırda da firqə şikəst yeyəndən sonra Azərbaycan Milli Hökuməti şikəst yeyən gündə bu əfsərlərdən 33-ünü Təbrizdə dara çəkdilər. Qalanlarının bir iddəsi Arazdan Otaya keçdilər və bir iddəsi Cənub cəbhədə, Marağada və Qaflankıda döyüşə-döyüşə Barizaninin adamlarına qoşulub və Əraq tayına keçdilər. Orada tutuldular, zindana düşdülər, İrana qaytardılar. Əraq onları İrana qaytardı. İranda yenidən zindana düşdülər və çoxlu müsibətlər onların başlarına gəldi. 6 il firqənin rəhbərləri və üzvləri Arazın o tayına keçəndən sonra İranda kudeta oldu və Hizb-i Tühriyə İranın üzvləri və rəhbərləri də məcburiyyətdə qalıb, onlar da Şoraviyə sürgün düşdülər. İndi onlar Şoravi və başqa sosialist ölkələrində yayılmış 400 nəfərə yaxın heç təşkilatı olmayan darmadağın bir qurumdular, müxtəlif məmləkətdə yayılmış və onların bir iddəsi Moskvada olanda rəhbərlərin 10 nəfərin Moskvaya yığmışdılar. Orada bu rəhbərlər oturub fikirləşib bu nəticəyə yetişdilər ki, öz vəzilərin yaxşılaşdırmaq üçün hər şeydən yaxşı odur ki, Quzey Azərbaycanda olan Azərbaycan Demokrat Firqəsinin təşkilatını o təşkilatla birləşsinlər, vəhdət eləsinlər. Bu indi 1931-ci il idi. Götürüb Stalinə məktub yazdılar, namə yazdılar ki, Leninin yazılarında deyilir ki, hər məmləkətdə təkcə bircə proletariat hizbi olmalıdır. Halbuki indi həm biz varıq, olmuşuq və həm Azərbaycan Demokrat Firqəsi var və bu olur 2 hizb. Bunu həll eləmək üçün biz sizdən istəyirik ki, bizə kömək eləyəsiniz, Azərbaycan Demokrat Firqəsi ilə birləşək, bir hizb olaq. Uzun illər Stalin və ondan sonraki Şoravinin rəhbərləri Quzey Azərbaycanın rəhbərlərinə yazırdılar ki, siz Azərbaycan Demokrat Firqəsinə fişar gətirin ki, Hizb-i Tühriyə İrandan birləşsin, bir partiya olsun, bir hizb olsunlar. Və elə haman uzun illərdə
e, Azərbaycan Cumhuriyyətinin rəhbərləri bu belə bir birləşmə ilə, vəhdətlə müxalifət edirdilər. E, Deyirdilər ki, firqə müstəqil olmasının, firqənin müstəqil olması və həyatına davam etməsi lazımdır və Quzey Azərbaycanın, başlayın, Güney Azərbaycanın gələcəyinə çox lazım olacaq. Güney Azərbaycanda o tanınmış bir hizbdir. Onun adını tanıyırlar. Onu qəhrəmançılıqlarına və sürdüyü bütün islahata tanıyırlar və biz onun Hizb-i Tühriyə İranla birləşməyini səlah bilmirik. Çünki bildiyimizə görə, tanıdığımıza görə Hizb-i Tühriyə İranın qəsdi odur ki, Azərbaycan Demokrat Firqəsini özündə həll eləsin və onun adını, şöhrətini, tarixini aradan aparsın. 1339-cu iləcən, yəni 8 il uzunu Azərbaycan Cumhuriyyətinin rəhbərləri qoymadılar, istəmədilər ki, Azərbaycan Demokrat Firqəsi Hizb-i Tühriyə İranın içində həll olsun. Amma ancaq Moskvadan gələn fişarlar axırda güc gətirdi, güc oldu və Azərbaycan məqamatı bu icazəni verdilər və o zaman firqə və hizb başladılar müştərək iclaslara və bir-birinə danışmaqlara ki, imkan qədər birləşsinlər və bir-birinə kömək etsinlər. Amma bu cərəyanda sənədlərə baxanda görünür ki, Demokrat Firqəsinin rəhbərləri axır nəfəsə qədər, eləyə bildiyi qədər qoymurlar ki, firqənin adı aradan geçsin və qoymurlar ki, firqə Hizb-i Tühriyə İran içində həll olub aradan geçsin. Və bu bahis olur ki, iki hizbin arasında uzun illər, ondan sonra da uzun illər, ta 1372-ci ilə qədər, yəni oracan ki, mən kitabı yazmışam, sənədlərə baxmışam, olur 1993-cü il. Bu iki hizbin arasında çəkiş-bəkişlər idamə tapır və ixtilaf həmişə var və cələsələr dava-şavə ilə qurtarır. Sənədlərdə də hətta görmək olur o davaların nəticələrini. Ta 1372-ci ildə Hizb-i Tühriyə İranın bir qondarma qurultayı, qondarma konqresi olur, 3-cü konqre adında və orada bu məsələni Həmid Səfəri bircürlüklə həll edir ki, o özü, mən bunların hamısını kitabda cüziyyatla yazmışam. Kitabın hamısı sənədlər üzrə, rəsmi sənədlər üzrə yazılıbdır. Mən heç öz fikrimdən çıxmış
bir söz yazmamışam. E, Azərbaycan rəsmi arşivlərinin rəsmi sənədlərindən kitabın hamısında istifadə olunubdur. Ha belə iki hizbin iclaslarının protokollarından istifadə eləmişəm. Ha belə hər iki hizbin mətbuatından, ruznamələrindən sənədlər çıxardıb yazmışam, plenumlarından, konqrələrindən, konferanslarından nəql eləmişəm və sənədlərlə göstərmişəm ki, necə bütün Hizb-i İranın üzvləri elə bilirdilər, xiyal edirdilər ki, Azərbaycan Demokratik Firqəsi istir hizblə birləşə, vəhdət eləyə. Halbuki tam əksinə idi və Hizb-i İran idi ki, müəyyən illətlərə görə ki, mən hamısını sənədlərlə kitabda göstərmişəm, istəyirdi ki, Azərbaycan Demokratik Firqəsini öz içində həll eləsin və onu aradan aparsın. Xoşbəxtənə axıra qədər Hizb-i İran müvəffəq olmadı və Azərbaycan Demokratik Firqəsi öz varlığına idamə verdi və eləyə bildi öz adını saxlasın. Məncə bu qədər danışsam kifayət olar. Suallara əlbəttə hər nə qədər olsa cavab ver. Sağ olun. İstirdim deyəm ki, bu çox bir dəyərli bir iş görmüsünüz o kitabla. Mən lap cavanlıqdan, belə uşaq vaxtı Döktür Zeytabidin şagirdi olduğum üçün Hizb-i və firqə o vəsətindəki olan o konflikti onların dilindən eşitmişdim, amma heç zaman o açıqlamasını da o qədər dərinliyi ilə anlaya bilməmişdim ki, niyə bu ittifaq düşür. O haqda mən çox dəyərli görürəm ki, bu tartışılıb deyilibdir və sizin kitabınızdan öncə yalnız demək olar ki, bu Yunus Leysinin tərcümə etdiyi Yervan Abrahamanın, yəni ən çox ciddi bir məqalə, bir 30 səhifəlik bir məqalə vardı əlimizdə. Mən biraz orada oxudum, suallarımın cavabını tapa bildim, amma fərqli suallar da çıxdı. Elə oradan mən yola çıxaraq həmən sualları sizə sormaq istəyirəm. Bir 3 hissədə əgər mümkün olsa. Yəni o məqalədə 3 cür iddia var. Yəni biri əslində niyə bu firqə və Tudə konflikti niyə firqə niyə yaranır, niyə sən Hizb-i qopur? Yəni sual budur. Yəni birinci ilk başdan niyə o konflikt vardı? Orada bir baxış var, o Wilberdən gətirir, Müasir İran adlı bir kitabda Wilberin dediyinə görə, yəni o elə bilir ki, eyni bizim ana axım düşüncə kimi ki, hər şey bu başqa dövlətlərə bağlayır. Yəni o elə bilir ki, Ruslar o bölgədə özlərinə bir ayaq yeri axtarmaq üçün gətirib Azərbaycanda firqəni yaradırlar ki, özlərinə bir möhkəm bir ayaq yeri açsınlar. Yəni belə bir iddia vardı o Wilberin kitabında. Sonra bir başqa iddia bu yenə də həmin məqalədə elə Abrahamyanın yazdığı məqalədə Lenjovskidən gətirir ki, bu elə bilir ki, deyir bu konflikt bəri başdan, yəni hətta bu kommunizm ideyasını Azərbaycanlılar yaratdılar. Ədalət Komitəsi yarandı Bakıda və həmən yəni 1310-lardan belə, yəni birinci kommunizm partiyasını türklər yaradır və o birbaşa gəlir İrana və Hizb-i Tudəni Tehranda olan Fars cəmiyyətləri sonralar yaradır və o elə o özünün istiqlalıdır ki, yəni o Azərbaycan türklərinin yaratdığı Komünist Partiyasının istiqlalıdır ki, yenidən orada dirçəlir, firqə olur. Yəni belə bir iddiada, amma o Yervan Abrahamyanın özünün o savunduğu çox dəyərlidir, çox qəribdir. Yəni şok kimi idi mənim üçün ki, bir adam 50 il öncə o yazılıb məqalə, nə cür bunu görə bilib o zamanda.
Bəli, daha çox mənə çox sözləri açıqladı. O birbaşa elə indiki o milli kimlik məsələsi ki dirçəlibdi, o gözdən baxır. Yəni o gözdən baxır ki, bu milli kimlik məsələsi çatışmazlığı ya o konfliktidir ki, yenidən özünü orada göstərir və birbaşa firqə Azərbaycanda Hizb-i Tudədən ayrılır və ona çoxlu o iddiasında çoxlu sənədlər gətirir ki, necə hətta bu kargəri məsələlər içində Türk-Fars davası və qolu o əgər belə desəm sadələşdirsəm, o davanı oradan nümunələrlə gətirir və göstərir ki, bu elə oradan başlayır. O milli kimlik ayrılığıdır və o mərkəzdəkilərin bunlara etdikləri ithafdır. Eynisi ilə necə toplumda bu ittifaq düşür, eyni ittifaq düşür və firqə yaranır. Onun sizin kitabınızda və sizin fikrinizdə niyə bu ayrılma vardı, o səbəbi nədir, onu öyrənmək istərdim. İkincisi, bu Hizb-i Tudə Döktür Zeytabi bir yani Təbrizdə özəlliklə bir yığıncaq vardı. Orada birinci dəfə olaraq danışığında Hizb-i Tudiyə çox bir sərt də bir yanaşma ilə bir cümlə də işlətdi və orada Təbrizdə olan sol kəsiminin və sol millətçi demək olar kəsiminin biraz onlara çox qərib səsləndi. O da elə sonralar yazısında da köçdü. Bunun öz otobiyografisində yazılır ki, Hizb-i Tudənin və bu da vardı. Mənim sualım, ikinci sualım buna bağlıdır ki, Hizb-i Tudə və firqənin başçılarının göstərişi ilə Zehtabi və başqa bu fədailər, sonralar qatmışdılar. Bunlar Sibiriyə göndərilir. Yəni bu orada yəni Döktür Zehtabidən mən açıqlamasını şəxsən eşitmişdim, amma orada yazmayıb, çox qısa bir bioqrafidir. Yəni bu cür ki, hətta Hizb-i Tudə gəlib firqəni, yəni öz altına o öz itaətinə gətirəndə o sonralar firqənin özünün içində də çatışma var. Yəni bir iddə Hizb-i Tudiyə elə təmayülləri var, bir iddə amma müqavimət eləyir. O söz ki siz buyurdunuz və bu müqavimət sonuna qədər vardı, yəni o Hizb-i Tudə qarşısında. Amma onlar üçün var belə bir adamlar, məsələn tutaq ki, Qulam Yəhyanın baxışı falan və bunların içində də bir bütünlük yoxdur baxışı fikirlərində. Getdikdən sonra, yəni bu milli hökumətdən sonraki hadisədir və onun üçün də bu Hizbi firqənin öz başçılarından da bəzən bu fədailərə, cavanlara da ithaflar olunurdu. Suallar bağışlayın uzun olur. Üçüncü sualım budur ki, bu firqə Hizb-i Tudəyə əslində mütəmayil olduqdan sonra belə görünür ki, belə hiss olunur ki, Güney Azərbaycanda öz paygahını itirdi insanların arasında. Yəni bu dönüş, bəlkə bu son zamanlarda bu bir dönüş vardı. Yəni bu Hizb-i Tudədən qopuşluq və sizin kitabınız da onu göstərir ki, elə o Hizb-i Tudədən birbaşa firqəyə qopuşluq, firqənin prinsiplərinə, ilkələrinə, düşüncələrinə təmayül var. Oradan bu tərəfə bir axım var. Sizcə firqə demokratın şansı varmı dirçəlmə və yenidən qurulma və yenidən bir hizb, Azərbaycan hizbi olma şansı varmı, yoxmu gələcək? Hala mövzuya baxarkən və bu ixtilafı beyni firqə demokrat və Hizb-i Tudə bəhsi kitabdır da. Xob, aya mən də genel çün bir tane mühim source burada Abrahamyandır. Və Abrahamyan da bir nəfərdir ki, yəni şovinist birisi deyil. Yəni bunda bir tərdidi yox və tərəfsizdir və məmurən də bilirsiniz, milliyyətçilər o tərəfdən, yəni İran Fars milliyyətçiləri ona saldırır, yəni onu yetərincə milliyyətçi bulunur və s. Xob, sizin bu məsələnin çox bu ixtilafın üstündə dayanmışsınız. Aya bu cür deyənlər ki, baxın, düzdür ki, Vəhdət dəreyini kesilət, yəni bir cəhətdən, əgər ki, Hizb-i Tudə olmasaydı, şahid firqə olmazdı. Çünki təbiətən ki, gəlib də firqənin halı yox ki, məsələn, nə bilim, Paniyarnismin içindən çıxar, ya məsələn, Ariyaycının o tərəfdən, məsələn, Furuğin içindən çıxar. Təbii ki, sol bir akımdan çıxacaq və Hizb-i Tudə bir tane sol akımıdır ki, İran hepsine baxırdı. Azərbaycançı deyərdi və vəli xob, firqə bir sol akımıdır ki, Azərbaycançı idi. Və burada gene bu Əsqər Şirazinin de kitabını üçün mən yorum yapmışam. O da bir məqalə yazmışam. O da çünki bu qismətə işarə eləyir. O deyir ki, ixtilafın əsası biraz dil məsələsindədir. Əlbəttə o da diyor ki, Hizb-i Tudənin içində müxtəlif qollar var.
Hop, tabii birisi Fars olan Fars olmayan falan. Vəli bir dənə dil məsələsindədir ki, hop orada təbiətən burada qorxular ki, bölücülük olsun falan. Vəli bir qismi daha çox, bir qismi daha az Hizbutda da. Hamısı bir miqdar deyil. Bir de Eskar Şirazi deyir ki, İranın o tamamiyet ərzisi, yani ərzi bütünlüğün içinde çok firqənin çox xastələri müşkillər yoxdur. Bir mühim. Ve hatta o için bundan sonra idğam oldular. İdğam be mənayı lüzumen bu iki onun dediğine göre firqənin ittifakın hala bir seri liderleri, bir seri firqənin şəxsiyyətlərinin hala nüfuzu çox Hizb-ut Tohudədə. Və ittifakın o iddia ki, məsələn, Xəlil Məleşi kimin tiplər ki, müxalif firqə idilər, onlar ittifakın şayad məcbur oldular, həsr olsunlar və uzaqlaşsınlar. Xülasə bu iki aya, yani bu da der ki, yani daha sonra firqə kimin bir hərəkət, sol bir hərəkət, yani aklıma məhkumdur, yani sağdan çıxanmazdı burada. Səməd bəy buyurdular ki, firqə necə yarandı, Ruslar ayaq yerlərini axtarırdılar, orada Azərbaycanda qoymaq üçün qoya Azərbaycanda Komünist Partiyasını Türklər İranda yarattılar və bunları Yervand Abrahamyan yazıb və orada milli kimliyə çoxlu təkid edib o məqalədə. Bəli, əlbəttə, mən o məqaləni oxumuşam və oradan bir tikə də kitabda nəql eləmişəm. Dil çətinliyinə raci oradan nəql eləmişəm. Çünki Hizb-ut İranın birinci qurultayında əməldə gördülər ki, qurultayda olanların çoxusu Farsça heç başa düşmür, Fars dilini bilmir və məcbur oldular ki, bəzi çıxışları, bəzi çıxanralıqları icazə versinlər ki, türkçə olsun və bilənlər tərcümə elədilər bilməyənlər üçün. Bunlar var. Bu cür milli kimlik məsələsi əlbəttə var idi, mətrəh idi. Müntəha bu Abrahamyanın yazdığı məqalə çox qədim məqalədir. 1972-ci ildə yazılıb. Cənab Yunus Leysi bəy əlbəttə çox zəhmət çəkib və çox yaxşı iş görüb, onu Farsçaya göndərib və mən də istifadə elədim. Amma Abrahamyan özü elə o məqalənin aşağısında sualların birine cevap verəndə yazıb ki, mən bu məqaləni bir daha istəsəydim yazam, gərək bütün indi açıq olan arşivlərə baxıb, Rus mənbələrindən, Rus sənədlərindən, qaynaqlarından istifadə edib yeni bir məqalə yazardım. Yəni, hətta Abrahamyan özü də öz yazdığını indi aktüel bilmir. Ondan keçmiş, doğrusunu istəsəz, mən Abrahamyanın bütün yazılarında çox diqqətsizlik görürəm. Hətta o böyük kitabında İran Beyni Doğu İnqilabda o qədər səhvlər var ki, mən bir-ikisini bir məqaləmdə göstərmişəm, bir məqalə yazdım, çeliklərə raci bir mövzuda. Onun səhvin ədədlə, rəqəmlə göstərdim və ondan keçmiş tanıyıram bir-iki yazıcını ki, İrandakı məcəllələrdə təkcə onun 5 səhifə kitabının 5 səhifəsindən böyük bir məqalə çıxardıblar və onun səhvlərini bir-bir göstərdiblər. Odur ki,
doğrusunu istəsəz, mən elə fəqət təkcə o bir nəqli qoldan sonra, cənab Leysinin tərcüməsindən sonra heç bir yerdə tapmamışam bir şey ki, Abrahamyanın kitabından nəql edeyim. Əlbəttə, dediyim kimi milli kimlilik məsələsi elə var idi, o zamandan da var idi. Siz buyurdunuz ki, Hizb-i Türk-İran olmasaydı, bəlkə Meysan bəy buyurdular. Meysan bəy buyurdular ki, Hizb-i Türk'də olmasaydı, bəlkə firqə heç olmazdı. Mən elə o milli kimlilik məsələsinə qayıdaraq deyirəm ki, olardı. Yəni ki, həm Azərbaycanda komünist cərəyanatı Hizb-i Türk-İrandan çox-çox qabaq başlamışdı, yaranmışdı, var idi. Elə Səməd bəy buyurduğu kimi, həm də Rza Şah işə gələndən sonra o məruf şüar ki, bir məmləkət, bir millət, bir dil şüarı mətrəh olandan, yəni 1300 illəri hududundan, yəni 24 il firqə yaranandan qabaq Azərbaycanda milli hərəkət var idi, o şüarla müxalifət eləməkdə. Odur ki, heç Hizb-i Türk-İran yaranmasaydı da, mən fikir edirəm ki, firqə ya ona oxşar hər nə başqa milli kimlik cərəyanı üçün çalışmaqda partiya həttəmən yaranacaqdır. Sonra ikinci sualınızda buyurdunuz ki, Zehtavi deyir, yazır ki, Hizb və firqə adamları Sibriyə sürgün salırdılar və firqənin içində bütünlük yox idi və firqənin içində də müxaliflər var idilər. Əlbəttə, o da düzgündür. Müntəha Sibriyə sürgün salmaq qəziyyəsi firqə və hizbin əlində deyildi. Onu kitabda mən yazmışam, göstərmişəm, sənədlərlə göstərmişəm ki, Tudeylər, Tudey əfsərlər və firqənin başqa müxalif adamları o zaman Azərbaycanda və Moskvada bunların hamısının günahını salırdılar Qulam Yahya Danışyanın boynuna və firqənin boynuna və Hizb-i Türk-İranın bəzi rəhbərlərinin boynuna. Amma həqiqət odur ki, bu o qəziyyənin dalında, o qəziyyənin əsasında Mir Cəfər Bağırovun bir məktubu, sənədi var. Onu da mən gətirmişəm, orada göstərmişəm. Elə firqəçilər, firqə üzvləri Arazın o tayına keçən günün sabahısı yazır Stalinə ki, indidən biz buna bir qanun yazmalıyıq. Və özü orada 13 maddədə qanun yazır ki, hər nə olursa, belə olursa bu işi görəcəyik, belə olursa bu işi görəcəyik və onların da biri budur. İrana qayıdan istəyən adam olsa, ona mərzdən qeyri-qanuni keçmə pərvəndəsi düzəldib, onu Sibriyə sürgün göndərməliyik. Yəni, Bağırov təsmin tutur, Stalin də təyid eləyir, onların sənədləri var kitabda ki, hər kim firqəçilərdən istəsə İrana qayıda, pəşiman olsa bir gün, istəsə İrana qayıda, ona pərvəndə düzəldəcək ki, bu qeyri-qanuni mərzdən keçib gəlib bu taya. Xəs, onun 3 il zindanı var və göndərəcək zindana və Sibriyə. Onun Qulam Yahya və o işlərin Qulam Yahya və Hizb-i Türk-İranın rəhbərlərinə heç rəbti yoxdur. Əlbəttə,
firqənin içində narazilər var, çoxdurlar. Qulam Yəhyadan narazıdırlar, Kambaşdan narazıdırlar, Çeşmazərdən narazıdırlar. Bunların çoxunun dalında o narazı fars əfsərlər olur. Fars əfsərlər hər şeydən narazıdırlar. Fars əfsərlər başlayırlar cərəyan düzəltməyə, müxtəlif cərəyanlar düzəldirlər, ifşa olurlar. Firqə çox məvariddə onları bağışlayır, amma onlar idamə verirlər öz təhriklərinə, öz propagandalarına, öz təbliğatlarına və firqənin ziddinə. O ziddiyyətlərin çoxu o fars əfsərlərin qalıqlarından naşi olur. Onları da mən hamısını kitabda sənədlərlə göstərmişəm. Sonra buyurursunuz ki, firqə bir müəyyən zamandan güneydəki paygahını itirdi. O da doğrudur, amma onun da illəti var. İlləti budur ki, Xruşçov iş başına gələndə başlayır İranla dost olmağa və yaxın rabitə qurmağa, qoşmağa və Şahla dostdur, Əşrəf Pəhləvini, Şahi, Fərəhi dəvət edirlər Şoraviyə, çoxlu onlardan pəziralıq edirlər. Xruşçov özü İrana gedir və o zamandan böyük iqtisadi rəvabit qurmağa başlayırlar. O zamandan 1340-cı illərdən başlayırlar İranda Şoraviyə imtiyazlar verməyə, imkan verməyə ki, İsfahanda zobahan düzəlsinlər, İranda Bəndər Abbasdan ta Astarıya qədər qaz lüləsi çəksinlər, İranda bütün fərhəngi fəaliyyətlər eləsinlər. Mən bunlara ayrıca məqalələr yazmışam. Kitabda bu söhbət yoxdur. Amma o bahis olur ki, bunu yazmışam ki, o zamanda firqənin Quzey Azərbaycanda olan firqə təşkilatının bütün fəaliyyət yollarını güneydə bağlayırlar. Yəni qoymurlar Azərbaycan Demokrat Firqəsi quzeydə güneyə xitabən fəaliyyət eləsin. Hətta qoymurlar Azərbaycan Ruznaməsini güneyə yetirsin. Radiosunu bağlayırlar, tətil edirlər. Bakı Radiosunun müəyyən bərnaməsi var idi, güneyə xitabən onu bağlayırlar. Və firqə heç yoldan eləyə bilmir. İran Azərbaycanında, Güney Azərbaycanda heç bir kiçik fəaliyyətdə eləyə bilmir. O zamandır ki, Güney Azərbaycanda mən kitabda göstərmişəm, ikinci və üçüncü firqələr yaranır. İkinci firqəni Səlamullah Cavid yaradır, üçüncü firqəni Hizb-ut-Təhrir İran yaradır və hərəsi bir-birindən ayrı fəaliyyətlərinə başlayırlar. Hizb-ut-Təhrir İranda mürəttəb Moskvaya namə yazır ki, bu Səlamullah Cavid məşkuk bir adamdır, Amerika adamıdır, Savak adamıdır, bu cür söhbətlərdən və öz firqəsini Təbrizdə və Azərbaycanda yaratmaq istəyir. Bunları mən sənədlərlə orada göstərmişəm ki, bu ikinci və üçüncü firqə necə yarandılar və necə fəaliyyət elədilər və illəti əsli firqənin fəaliyyət yolunun bağlanması idi və o fəaliyyətin yolunun bağlanması özü bahis olurdu ki, firqə
bu nəticəyə yetişsin ki, bəlkə Hizb-i Tühriyə İranla birləşməyə rızayət versə, razı olsa, bəlkə o yoldan eləyə bilər Azərbaycan da müxtəsər öz fəaliyyətini idamə verə bilər. Bir de hemen soruşmuştu ki Azərbaycan Demokrat Firqəsinin yenidən dirçəlmə və Güney Azərbaycanda bir hizb olma imkanı varmı? Bəli, sağ olun yadıma saldığı üçün. Çox təəssüflə indi Azərbaycan Cümhuriyyətində olan firqə mən bilən qədər 3 parça olmuşdur və hər parça özünü firqənin yolunun idarəçisi bilir. Bir-birindən davaları var. Heç olmasa 2 saytları var bugün. Hər tikənin özünə görə bir saytı var. Mən ürək ağrısıyla, çox təəssüflə görürəm ki, qalan adamlar, bu işləri aparan adamlar, bir-birinə savaşan adamlar, bunların arasında bu davanın idaməsi fəqət elə Demokrat Firqəsinin adını ləkələndirməkdə faydası var. Ondan başqa bir fayda görmürəm və doğrusunu istəsəz bilmirəm. Bu aradan, bu üçtikədən bir şey çıxacaq ki, sonra eləyə bilər Güney Azərbaycanda işə davam etdirə bilər ya yox. Onu da deyim ki, İran inqilabından sonra firqə Azərbaycanda dirçəlməyə təlaş etdi və Anuşirvan İbrahimi əlbəttə Hizb-i Tühriyə İrana qoşulmağına baxmayaraq çoxlu işlər apardı Güney Azərbaycanda. Amma mən kitabda bir sənəd gətirmişəm ki, məmurlar Güney Azərbaycandan Heydər Əliyevə bir quzarış yazıblar və quzarışlarında həqiqəti yazıblar, vaqiyyəti yazıblar ki, Azərbaycanda indi, yəni 1358-ci ildə inqilabdan bir il sonra, bir ildən çox sonra firqə eləyə bilməmişdir öz təşkilatını yaya bilməmişdir və misal verirlər ki, filan şəhərdə firqənin fəaliyyəti məhdud olur bir neçə çox kiçik kitabfuruş mağazalarında. Heç bir şəhərdə belə bir klubları yoxdur. Heç bir şəhərdə miting qoyub fəaliyyət edib, açıq, aydın fəaliyyət eləməyə imkanları yoxdur və qədim firqə üzvlərini yığmağa müvəffəq olmamışdılar. Bir iddə cavanlardılar ki, elə bu kitabfuruş mağazalarında işləyirlər. Və bunlar nümayişgah qoyurlar, əks vururlar divarlara, elamiyyə pəxş edirlər. Amma Hizbullah bunlarla çox gərgin mübarizə edir, bunları kötə vururlar, bunları zindana salırlar və heç cür imkan vermirlər ki, bunlar bir balaca fəaliyyət eləyə bilsinlər.
mən özüm 40 ildir İranda olmamışam. Odur ki, heç cür belə bir idrakım yoxdur. Azərbaycanda firqənin vəzi necədir və necə, nə imkanatı var və nə işlər görə bilibdir. Firqə içində də əlbəttə ixtilaf var idi və mən əlbəttə təyid edirəm. Çeşmazər ayrı baxışı var idi. Qulam Yəhya Danışyanın ayrı baxışı var idi. Başqa adamlar da var idilər ki, ya bunun, ya onun tərəfdarı idilər və ya hətta bəlkə üçüncü baxışları var idi. Doğrudur, belə ixtilaflar var idi. Amma mən dediyim kimi Qulam Yəhyanın adına çox qara yaxırlar və dediyim kimi ona bir töhmətlər vururlar ki, bunu öldürdü. Biri var ki, yazır kitabında, Big Dili adında kitabında yazır ki, Qulam Yəhya 3000 nəfəri İranda öldürüb, öz əli ilə, öz tapancası ilə öldürüb. Bunların hamısı yalandır, onlara heç bir sənəd yoxdur və mən göstərdiyim sənədlərə baxsanız, orada mən yazmışam ki, Qulam Yəhya belə töhmətlər vururlar, belə qüdrət ona sayırlar ki, heç Bağırovda da yox idi. Yəni, deyirlər ki, bunu öldürdü, onu öldürdü, hətta Quzey Azərbaycanda. O cür olsaydı, Bağırovu mühakimə eləyəndə Qulam Yəhyanı da mühakimə edərdilər və elə Bağırov kimi onu da öldürərdilər, edam eləyərdilər. Halbuki o cür bir iş olmadı. Sonralar Hizb-i Türkiyə İranın 10-cu plenumunda Hizb-i Türkiyə İranın rəhbərləri bu ittihamlara baxmaq istədilər və orada hamısı yalan çıxdı. Həm Səməd bəy və həm Meysəm bəy Əsqər Şirazidən və onun kitabından ad apardılar və habelə Abrahamyandan və Əsqər Şirazi eşitdi ki, mənim bu kitabım çıxıb, öz kitabını mənə yetirdi və xahiş elədi ki, nəzər verəm. Mən baxdım, bir məqalə də yazmışdı, elə fəqət firqə ilə hizbin ixtilaflarına raci, onu da mənə göndərdi, ona da baxdım. Əlbəttə, ərzişli əsərlərdirlər, həm Əsqər Şirazinin və həm Abrahamyanın, müntəha onların və çoxlu başqa yazıların böyük iradı ondan ibarətdir ki, fəqət o bir ilə raci bəhs edirlər, ona raci yazırlar. Yəni 1324-dən Azərbaycan Demokrat Firqəsinin yaranmasından və onun dağılmasına qədər, 1325-ə qədər və bütün yazıları təkcə o bir ili şamil olur. O bir ilə raci yazırlar. Ondan sonra heç nə sənədləri var, nə xəbərləri var, nə bir yerdə biliblər, oxuyublar ki, Hizb-i Türkiyə İran getdi, sürgün düşdü Şoraviyə və istədi firqə ilə birləşsin, vəhdət eləsin və
nələr oldu, nə söhbətlər oldu, nə çəkişməkişlər oldu, nə ixtilaflar oldu. Bunlara rağmen nə o kitablarda və nə heç bir başqa kitablarda, yazıda heç bir söhbət yoxdur. İkincisi o ki, həm Əsqər Şirazi və həm Abrahamyan dəsti dovum sənədlərdən istifadə edirlər. İkinci əl sənədlərdən istifadə edirlər. Orijinal sənədlərə əlləri çatmamışdır. Rusca sənədlərə baxmamışdılar. Azərbaycanca sənədlərə baxmamışdılar. Yəni bilmirdilər heç onlar hələ açılmamışdı o zaman bunlar bu şeyləri yazanda. Mən bu kitabda həm rusca sənədlərə baxmışam, orijinal sənədləri orada tərcümə eləmişəm, ruscadan tərcümə eləmişəm. Həm Azərbaycan arşivlərindən gələn sənədləri yazıcı var, Xaqan Balayev adında. O çoxlu sənədlər öz kitabında gətirib. Onlara baxmışam, onları tərcümə eləmişəm, gətirmişəm. Odur ki, mən Ağay Şirazi və Abrahamyanın yazılarında o bir ildən artıq bir şey görmədim və odur ki, bütün sizləri ki, mənim kitabımı oxumayıbsınız, dəvət edirəm ki, onu tapın, alın və oxuyun. Sağ olun. Fəqət bir dənə şayət mən deyəm ki, kitabı qətlən biz oxuyaq da təbiətən. Bir dənə işgal şayət mən ki, fəqət bu qədər ki, eşidirəm, varid eləmək olar. Budur ki, şayət bilmirəm, siz kitabda nə qədər fərq qoymuşsunuz. Beyni vəziyyəti bəd az kudetayı Siyodo şey, zaten Hizb-i Tuğda yasaqdır və ondan qabaq. Çünki vaxtı bir hezb yasaqdır, əmələn hezb deyil. Baxın, məsələn, indi İranda bir sürü sürgündə hezb var. Yani sabahtan 30 tane, 300 tane belki hezb var. Vəli, mesela Türkiye'nin içine bakın, hezb ki parlamentoda var ve falan var. Ve qabl az Siyodo Tuğda öyle bir partiydi. Tabiatan bir parti ki qudrətdədir, o daha ciddi, yani qudrətdə demeyelim, yasal bir partidir, yasaq değeri. O çok daha bir diskursu mantığı hesap şudur. Ondan sonra belki de biraz da dedikoduya falan da şey oluyor. Partilemen olur. Mesela 100 kişi adamdı, 200 kişi bunlarca geldim partilendi. Fakat Tuğda değil ha, tamamen partiler İran'da çünkü yasaklanan dönemde Siyodo'dan sonra. Fergadi falan. Bunlar öz aralarında çatışmaları da var, şeyler de var birbirine. Böyle yeraltı mesele, yani yeraltı partisini ne kadar ciddiye alabilir parti olarak diskorunu. O da bir mesele. Bir şey demək istəyirsiniz Şiva bəy, yoxsa mən sualı alım? Mən təkcə təyid edirəm əziz Meysan bəyin sözünü. Əlbəttə, hizbin çoxlu məhdudiyyətləri var. Zirzəmini bir hizbdir. Mənim ondan intizarım yoxdur müəyyən bir iş görməyə. Mən fəqət iki hizbin arasındakı ixtilaflara baxmışam. Bu qədər nəzərimə bəs olar. Mənim soracağım məsələ əslində Qulam Hüseyn Sadi ilə bağlıdır. Qulam Hüseyn Sadi şəxsən mənim həmişə çox sevdiyim şəxsiyyət olub və o Harvardla İrandan köçəndən sonra, yəni təxminən səhv etmirəmsə 1362-də, yəni bu dönələrdə bir müsahibəsi olub. O 4 saat xurdi müsahibədə maraqlı bir məsələyə toxunur. Bir bu ki, iki məsələdir əslində və mən burada hər iki sualı da sormaq istəyirəm. Bu firqə haqqında bir çox bilgilər verir Qulam Hüseyn Sadi və orada deyir, mən Firqə Demokrat Azərbaycan nəşriyyəsini çıxartmışam. Mənim üçün çox təzəliği var idi bu məlumatın və burada olan hörmətli ustadlardan soruşmaq istəyirəm. O zaman Qulam Hüseyn Sadi Təbrizdə hansı bir partiyaya bağlıymış, yoxsa bunu şəxsi bir təşəbbüs olaraq
edirmiş. Necə ki biz azlıq ədəbiyyatında oxuyuruq. Yazıçılar olur, fərz eləyin, gəlir, yazır, yaradır. Ondan da bir 10 il sonra ya hətta elə ondan çox bir çağda başqa yazıcı da yazır, ancaq ondan çox xəbərsiz. Yəni Qulam Hüseyn Sabinin siyasi fəaliyyəti firqə haqqında belə imiş, yoxsa təşkilatı bir fəaliyyət imiş və o danışıqda Qulam Hüseyn Sabit çox şərit vurğulayır. Bozorge Ələvi ilə də mütləq belə bir müsahibə olunsun və deyir pişəvərini ən yaxşı o tanıyırdı. Ancaq mən nə qədər axtardımsa, Bozorge Ələvinin Harvardla heç bir müzakirəsini görmədim. Siz görübsünüzsə, lütfən mənə də buyurun. Çox sağ olun. Bəli, əlbəttə, sağ olun. Ərz edeyim ki, Qulam Hüseyn Sadi mən oxuduğum qədər bilirəm ki, Demokrat firqəsinin Cavanlar Təşkilatının üzvü idi. O zaman mədrəsədə dərs oxuyurdu. İndi dəqiq yadında deyil, 2-ci, 3-cü, 4-cü klassda idi. Və əlbəttə firqə nəşriyyəsini çıxartmayıb, bəlkə firqə nəşriyyəsini yayımlamağında iştirak edib. Yəni, onu əldə yayardılar. Saidi də o işi görübdü. Ələvidən mən təkcə bildiyim müsahibələr ağay Həmid Əhmədi iləndir. Video müsahibəsi var, neçə saatlıq və onun kitabı da çıxıb. Həmid Əhmədi Ələvinin kitabını çıxardıb. Ancaq yadıma gəlmir və fikr eləmirəm. Orada firqəyə racə bir deməsəm yaxşıdır. Bəlkə də pişəvəriyə racə danışıb, amma yadıma gəlmir. Daha bir şey də var idi, yadımdan çıxdı. Sizin sualınızda. Qalsın, buyurun. Yox, elə bu idi sualım. Fəqət bir məsələ mən əgər səhv etmirəmsə, o müsahibədə çox vurğulayır da bu məsələni. Deyir bu nəşriyyənin işini, o belə sual verir müsahibə eləyən ki, nəşriyyənin hansı bölümünü sən eləyirdin? Deyir bütün işlərini özüm görürdüm. Yəni belə bir söhbət var ki, güya firqə haqqında nəşriyyəni yəni yazırmışdı. Yeraltı nəşriyyəni və çünki o sırada bir neçə başqa nəşriyyənin də adını verir. Elə də mən o tikəni görməmişəm, bilməmişəm. Mən təkcə nəşriyyəni yayımlamaqda iştirakçı olmağı bilmişəm. Yenidən baxmalıyam, bağışlayın. O halda üzr istəyirəm, sizin vaxtınızı da alıram. O halda Qulam Hüseyn Saidi o zaman hansı qrupa bağlıymış? Tudə hizbinə yoxsa o siz dediyiniz Səlamullah Cavidin timinə? Mən biləni Azərbaycan Demokrat firqəsi orada olanda, yəni pişəvəri cəryanı orada olanda mədrəsədə dərs oxuyurdu və orada yayımlayırdı firqənin nəşriyyəsini. Firqənin Cavanlar Təşkilatının üzvü idi, mən biləni. Və əlbəttə ehtimalı var ki, mən iştiba edirəm. Onu da deyim ki, təkcə Saidi deyildi. Qulam Hüseyn Sədri Əfşar İranda tanınmış fars dilində fərhəng yazma, lüğət fərhəngi yazan adam, o da müsahibəsi var. Onu da mən bir yerdə nəql eləmişəm, gətirmişəm. O da deyir ki, biz o zaman Azərbaycanda türk dilində dərs oxuyurduq. Bizim kitablarda Çexovun, Tolstoyun, Dostoyevskinin əsərləri var idi və bu cür qabaqcıl əsərləri biz mədrəsəmizdə oxuyardıq. Biz istəsək pişəvəriyə raci başqa adamlar dediyi sözlərə baxsaq, mən iki nümunə də deyə bilərəm. Həm Ehsan Təbəri
öz kitabında, Didar-ı Xiştən kitabında Pişəvəriyə Raci ayrıca bir məqalə yazıb və orada zindanda olmaq vaxtından yazır və orada göstərir ki, özü gedib Pişəvəridən Marksist-Leninist öyrənərdi və Pişəvəriyə Raci orada yazıb kiminlə dost idi, necə davranışırdı və qeyrə. Habelə Behazin çox mərufiyyətli fars mütərcimi, o da öz kitabında, Əzhər Dəri kitabında Pişəvəriyə Raci çox təriflər yazıb və yazıb ki, Ajir ruznaməsinə Raci yazır, orada Pişəvərini görərmiş və yazır ki, Pişəvəri mənə dedi ki, buranı buraxın, durun, gəlin gedək Təbrizə. Oradadır ki, indi hadisələr baş verir. Sağ olun. Duman Radmehr yazıblar ki, olmaya İnqilab ərəfəsində çıxan firqənin nəşriyyəsindən söz edir. Yəni Qulam Hüseyn Sahidi. Cavanşir İbrahimigilin çıxardığı nəşriyyə. Bəlkə deyir, bundan danışır Qulam Hüseyn Sahidi, yəni danışdığı zaman. Onu Duman bəy yazıblar. O qədər ki, yadıma gəlir, Qulam Hüseyn Sahidi elə bir iddia eləmir və Cənab Fərəh Məndiradın söhbəti də Qulam Hüseynin cavanlıq, yəni əsas uşaqlıq dövranı haqqında çox dəqiqdir. Yəni o zaman bir tələbə kimi o Türkçə dilində dərs oxumağı təcrübə edir və sonralarda onun təsirini onun yazılarında görürük. Gəldi çatdı bu Zülgələvi və bu cür firqə demokrat nəşriyyəsini çıxardıb, bu dəqiq söz deyil. Yəni hətta Qulam Hüseyn Sahidi də demiş olsa bu düz deyil. Çünki əslən firqənin nəşriyyəsinin çıxması fərqli bir bəhsdir və Azərbaycan adı ilə gəlir, xüsusilə Şimali Azərbaycanda çıxır. İranda da çıxdığı əslən o deyil. 57-də də olan da ki, Ayrı Mehdi işarə ediblər, o da deyil. Orada o qədər mən müəllimə gəlibdir və o ruznaməni də deyə biləm, çoxlu sayılar əlimdə vardı. Heç cür rəbti də yoxdur Qulam Hüseyn Sahidiyə. Və hətta eləyə bilər də onunla da qarşı olam, onu bilmirəm. Gəldi çatdı bu Zülgələvi ilə Pişəvərin rabitəsi. Bunu mən 3 dövrəyə bölə bilirəm, çox gödək keçirəm. Onu bu məqalədə ki, və kitab şəklində çıxıb yazmışam, cənab Fərəh Məndirad da bilirlər. Mən bir dövrəsi ki, zindan dövrəsidir ki, orada Pişəvəri də, ikisi də yaxın Sevruldadırlar və əsas bu Zülgələvi də bunun bütün danışıqlarında da deyir ki, mən yazımı və öyrənmə, yazımının üslubların, istailların həmişə Pişəvərdən öyrənmişəm və orada da yazılarımı aparardım onun yanına və o da diqqətlə oxuyardı və islah elərdi. İkinci dövrəsi, yəni bunun ardındadır, çox qarşı deyil və bunu hətta mən Abrahamyana yazmışdım. Abrahamyan çox təəccüb eləmişdim məsələdən və soruşmuşdum məndən ki, bu bir dənə məqalə yazılmışdı Xatirəti Zindan kitabına görə Agirdə. Bunu kim yazmışdı? Çünki çox fərqli bir yazı idi. Çünki bu Zülgələviyə də xas iradəti var Abrahamyanın. Mən çox onun üstündə işləyəndən sonra kəşf elədim ki, bunu dəqiqən Pişəvəri yazıbdır və bunu da izah eləmişəm ki, niyə? Yəni o dəlillərimi gətirmişəm orada. Çünki adsız bir dənə məqalədir. Dəlillərimi də orada oxuya bilərsiniz. Ki orada da çox maraqlı, yəni həm ədəbi və həm tarixi və həm siyasi baxışdan onu nəqd edir. Əsas gəlib firqəyə çatanda ki, ikinci dövrədir. Bu Zülgələvi İran-Man adıdır, xəbərnigardır və gedibdir. Pişəvəri ilə də müsahibəsi vardı və mən bu müsahibələrdə əlim çatıbdır və bu müsahibələrdə mətni var. Və orada da çox müsbət dad edir müsahibəsi var və mətnlərini gətiribdir və mətnləri əlimə çatır. Üçüncü dövrəsi ondan sonraki firqə dad eləyibdir, dağılıbdır və bir miqdarına da Qulam Hüseyn Sahidi işarə edir ki, orada deyir, vaxan əgər Pişəvərin haqqında, bu Zülgələvinin sözü odur ki, mislə əlmas təraşidə است. Yəni, eyni cümləsidir ki, bu Zülgələvi o Pişəvərin şəxsiyyətinə görə işarə edir. Və ondan sonrası dövrədə ki, vardı, bu Zülgələvi qocalayıbdır və Cənab Fərəh Məndirad da işarə edirlər ki, müsahibəsi var Həmidə Əhmədiyyə ya başqaları ilə. Orada müsbət söhbətləri eləmir. Bu qədər. Təşəkkür edirəm fürsət üçün.
Lala xanım, mən də qısa bir sual soruşum Şivə bəydən. Buyurun, buyurun, buyurun. Bu kitabı Şivə bəy, yəni siz çıxan kitabla yazdıqlarınızı müqayisə eləyəndə, yəni içəridə yayınlanmasına görə bir sansura uğrama kimi bir məsələ ilə rastlaşıbsınız ya yox? Çox təşəkkür edirəm. Sağ olun. Ben Yunus Bey'sinin bütün söhbətlərinə qarışıram. Çox doğru buyurdular. Təşəkkür edirəm. Yadıma saldınız ki, siz Buzurg Ələviyə racı yazıbsınız öz dəyərli yazınızda. Buyurduğunuz kimindir və mən də təyid edirəm. Mən də biləni Saidinin uşaqlığına racı o söhbətlər gedir. İnqilabdan sonra firqə Azərbaycanda çıxartdığı ruznamə çox qısa bir müddət Azərbaycan adında idi. Cumhuri İslami təvqif elədi. Heç qoymurdu, heç cür fəaliyyət görünsün. Həm Hizb-i Tüdüryanı çox məhdud eləyirdi, həm Azərbaycan Demokrat Firqəsini. 1358-ci ilin Xurdad ayından səhv eləməsəm, Azərbaycanda başladılar Name Merdum be Zaban Azərbaycanı çıxartmaq üçün. Yəni Azərbaycan adında daha nəşriyə yox idi. Zəmimə Name Merdum be Zaban Azərbaycanı çıxardardılar Təbrizdə və onun müşabihi Kürdistanda da çıxardı be Zaban Kurdi. Və 1359-cu ildə Xurdad ayında onu da tətil elədilər. Bütün Hizb-i Tüdüryanın başqa nəşriyyələri ilə bir yerdə. Name Merdum tətil oldu, onun zəmimələri də tətil oldu. Daha Azərbaycanda da Türk dilində nəşriyə yox idi. Firqə tərəfindən elə bir nəşriyə çıxmırdı. Nə ələni və nə yeraltı. Cənab Teoman soruşdular, aya mənim bu kitabım İranda sansur olub ya yox. Kitabın ikinci çapı bir ay bundan qabaq Tehranda çıxdı və yayıldı. Heç əl vurmadan, yəni birinci çapın eyni, fəqət bir 2, 3, 4, 5 dənə mən tayp səhvi tapmışdım. Onları yazdım və onları düzəltdilər və ikinci çap çıxdı, yayıldı. Birinci çapda naşir mənə yazdı ki, filan yerdə, filan səhifədə bir yarım cümlə var. Ona baxın, onu bizim nəzərimizə götürsəz salahdır. Çünki bu cür getsə idarə irşada orada bahanə tapıb kitabın tamamisinə, kitabın bütünlüyünə irad tutarlar və bəlkə qoymazlar çap ola. O cümləni mən xaricdə çıxan Name Merdum İranda hamını tutub zindana salıb edam eləyəndən sonra xaricdə çıxan nəşriyyədə 1368-ci ildə, yəni 1989-cu ildə bir məqalə yazmışdı və orada yazmışdı Xonxaran قاتل تودهی ها در ایران رژیم خونخوار ایران o cür bir şey.
və vazəhdir ki, o cür bir yarım cümlə İranda nəşr ola bilməzdi. Naşir məndən soruşdu, onu götürək. Mən də qəbul elədim. Fəqət bir yarım cümlə, 600 səhifə kitabdan fəqət bir yarım cümlə götürdük və kitab getdi İrşada və heç bir bəhanəsiz çıxdı. İkinci çapı da təzəlikdə çıxdı. Güzel. Bir tək bana yazıb soruşublar ki, bu Name-i Mərdum zəmiməsinin adı Azərbaycan imiş. Xeyr, adı Zəmimə Name-i Mərdum be Zəban Azərbaycani. Name-i Mərdum deyəsən adı.